Buranın möhtəşəmliyini, gözəlliyini hansı sözlə, hansı cümlə ilə ifadə eləyim bilmirəm. 4 saat ərzində 350 kilometr yol qət etdim. Yolda gələrkən də düşündüm. Görəsən 2 cümləyə buranın gözəlliyini necə sığdıra bilərəm? Mümkün deyil, alınmadı. Məncə lazımdır belə süni cümlələr qurmaq. Bura adı ilə, dadı ilə, ləzzəti ilə seçilir. Biz Gəncədəyik. Nə qədər rahatlaşın. Əməlli başdı. Sənə bir söz deyim. Gəncə elə bir şəhərdir ki, nə qədər sadə olsun, bir o qədər qəlbini sənə açıq elan edir. Doğrudan. Bax, Kəbir, əslində bilmirəm, heç nədən başlayım. Gəl elə eləyirsən, yeməkləri xodla, Gəncə yeməklərini xodla. Səndə taxsır görmürəm. Niyə? Qayaya çıxarkən əlində toyuq budu yeyən insandan başqa cümlə gözləmək mənim sadəliyimdə üzr istəyirəm. Bağışla, üzr istəyirəm sənə. Bu deymişəm. Yemisən. Buna bax, yaxşı eləmişəm. Hə, nədir? Heç nə, Kəbir, heç nə olacaq? Dedim dayı. Səndən bir söz soruşum, amma düzgün cavab ver. Söz verirəm. Söz versən? Hə. Doğa yemisən nə vaxtsa? Doğu yeməyən insan var, Kəbir. Sönülü eləmə, gözlərindən görüm. Yox, yemişəm də. Amma sənə inandırım ki, bir dəfə Gəncə doğasını datsın, inan heç yerdə sən doğa yeməyəcəksən. Bax, indi yeməkdən danışdıq. Bəli. Danışdıq. Bəs gəzmək. Bax, indi Kəbir, sən elə bilirsən ki, Gəncə təkcə Hacıkənddən ibarətdir, hə? Yox. Əlbəttə ki, yox. Çünki Gəncənin o qədər gəzməli, görməli yerləri var ki, gəz bitməz. Həm də buranın insanları da çox gözəldir. Bax, burada belə danışın, səninlə razılaşmaya bilməzdim. Düzdür. Gəncənin əhalisinin bişirdiyi təamlar tam fərqli olur. Düzdür. Bəli. Amma biz yolumuza davam edirik. Sən gedirsən Gəncənin ləzzətli təamlarını, tarixi yeməklərini bişirməyə. Mən isə Gəzməyə, tarixi divarlarını gəzməyə. necə də bilirik hər şeyi, biz getdik. Çünki gəzməyə vətən yaxşı. Gəncə qapılarına həm də Gəncə darvazaları deyirlər. Bildiyimiz sazlı və üst tutmuşuq yenə də hara? Təbiiliyə. Dünyanın 5 ən böyük parklarından birindəyik. Burada yaşayış məntəqəsi 1870-ci illərdə salınıb və biz hazırda ora yollanırıq. Hacıkənd haqqında danışmaq həm çox asandır, həm də ki, çox çətin. Deyirsən ya, bu ilə doyuram mən bir dənə ilə. Doyan oxşamsın. Gəldik, çatdıq Göygöl Milli Parkına. Səhər indi bu dəqiqə əlini sürtür tarixi abidələrə. Məndəki ikisinə. Biz heç bilirsiniz kimin evindəyik? Azərbaycanın əməkdar rəssamı Şaiq Məmmədovun evində. Cavad xanın məzarı burada təsadüfən tapılır. Bu ərazi bura gələn turistlər üçün bir kompleksdir. Bura Gəncənin şah damarı hesab olunur. Niyə? Çünki əsas küçədir. Ət bir dənədir, mənim dostlarım. Ət bir dənə, xahiş edirəm, dava eləmin orada. Gəncə ilə tanışlığımız əlbəttə ki, məşhur Gəncə qapılarından başlayır. Gəncə qapılarına həm də Gəncə darvazaları deyirlər. Tarixi 9-cu əsrə gedib çıxır. Burada tunel də var. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə. Bakıdan 345 kilometr qərbdə yerləşir.
Şəhərin əhalisi 500 mindən çoxdur. Gəncə eyni zamanda Azərbaycanın ikinci sənaye şəhəri sayılır. 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Milli Şura Tiflisdən Gəncə şəhərinə köçdü. Gəncə Azərbaycanın ikinci paytaxtı oldu. Biz gəlmişik, arxamda meşəliyi görürsünüz. Odundur, bir də sacdır. Bunun nə olduğunu bilmək istəyirsə, gələn həftə biz izləyin. Kamal söndür kameranı. Təbii ki, bir zarafatdır. Bildiyimiz sacdır və üst tutmuşuq yenə də hara? Təbiiliyə. Sağ olsun bizi burada qonaq elədilər, yüksək səviyyədə. Çoxumuz Gəncəyə gələndə üst tuturuq restoranlara, restoran mətbəxtinə. Amma mən hara üst tutmuşam? Gəncədə Hacıkənd kəndinə. Çünki bura o qədər gözəldir ki, təbiəti, suyu, havası, ağacları və ən əsas da yeməkləri. Və bizim bugünkü qonağımız məni qonaq elədi. Təzəngül xala, istəyirəm Təzəngül xala tamaşaçılarımızı salamlayasınız. Əvvəla çox sağ olun ki, bizi qonaq kimi dəvət elədiniz, qəbul elədiniz. Tamaşaçılarımı salamlayın. Hoş gəldiniz. Xoş gəlmişsiniz. Bir deyək ki, salam, hörmətli tamaşaçılar, salamlayıram sizi Hacıkənd kəndindən. Eyb yox. Olmadı, mən dedim onun yerinə. Təzəngül xala, nə edirik, nə bişiririk? Bax, şor görürəm. Düzdürmü? Göyərti görürəm. Pesoq görürəm. Hə, un. Bir də ki, kündə xəmir 6 dənə, 7 dənə bəsim. Nə edirik? Başlayaq pişirməyə. Nə pişiririk? Kətə. Bax, həmən məhz o kətədir. Siz indi qutab deyirsiniz, biz də kətə deyirik. Elə, biz bugündən sonra qutab deyəcək, hamı qutab deyəcək. Məhz o qutabdır ki, gəlirik, oturub burada nə qədər ürəyimiz istəyib yeyib içirik, amma onun yerinə heç nə vermir. Və məhz bugün onu pişirəcəm, ürəyim gedir kətə üçün. Ya Allah, başladıq. Xahiş eləm onların hamısını mən eləyəcəm. Gəl, buyur. Efirdən getmir ya, Təzəngül xala. Mən prosto bunu elə bir açım, qalanını bilmirəm. Bunu bilirəm. Hə, gəl Kamal, ürəyin gedir axı sənin də. Kəbil bir şey pişirsin. Nə? Sənətini əlimdən alasınız. Yox, Allah eləməsin, Allah eləməsin. Bu yaymaqdır, yaymaq da boş şeydir, deyil gələr. Belə sənət olur. Təzəngül xala, davam eləsən qadağalaram. Bax, Kamal bu göydür. Biraz qoyun da, o nədir? Azdır bu. Mən dairə şəklində səpələyirəm göy, yoxsa bir tərəfinə. Bu birinci başa salın, bəli, örgədin də. Mən birdən ki, kətə pişirməmişəm ki. Bəh. Bollucama, bollucama. Şordan da mən kömək belə edirəm sizə. alırsınız, bax belə. Şorda biraz qənaət eləyirik, hörmətli tamaşaçılar. Göyərti ucuzdur deyənə, hə, bir-bir. Yox, elə qaydası budur. Hə, qaydası budur. Çoxlu şor töksün. Siz qoyursunuz nə? Mənim üstümü unlu görüb Kamal, şey eləmə, hə, un olur, hər yer undur. Təzəngül xan, deməli, bu hazırdır. Hazırdır, qoyuruq pişməyə. Belə hörmətli tamaşaçılar, verilişimiz qutardı. Buyurun, qoyun bu dənə o pişsin, biz də çıxar gedək. İndi bu boyda heyətə bir dənə kətə. Birini də pişir. Siz pişirin indi. Buna bax. Bu atdığım sənindir, Kamal. Təzəngül xala, sənə qadanlaram. Bax, heç nə yoxdur da. Xəmirdir, undur, göyərtidir, Göylərin şor. hamısındandır. Hə, hamısındır. Amma mən orada reyhan görmürəm. Reyhan vurmurlar. Vurmurlar, soğan da vurmurlar. Vuran, istəyən olanda vururuq, istəyən olmayanda yox. Kimsə istəmiş Burada olan şüyüd də yemir. görmürəm. Var, Petruşka görürəm. var. Əslində heç birinin adını bilirəm, özünü tanımıram.
dünyanın 5 en büyük parklarından birindəyik. Gəncənin Heydər Əliyev Parkı. 450 hektarda inanılmaz, əsrarengiz təbiət və gözəl istirahət gülşələri ilə bu park sizin xidmətinizdədir. Gözlerimin nurusan, eşkimin bəxti. Bu parka gələnlər buradakı 10 minlərlə ağacın yaratdığı təmiz havanı qəbul edir və onu da deyim ki, buradakı bu təmiz hava, bu ağaclar tək bu parkın yox, eyni zamanda Gəncənin də ümumi havasını dəyişdirməkdə böyük rol oynayır. Sevgilim, bu aləm sənindir, həyatım sənindir, gəl insaf eylə. Parkın gölündə həm də qu quşlarına rast gələ bilərsiniz, düzdür. Qu quşlar çox nazlı olurlar və onlar kamerada görsənməyi çox da sevmirlər. Amma bizim bəxtimiz gətirdi ki, biz bura gəldiyimizdə onları gördük və tək qu quşları deyil, burada çoxlu balıqları da görmək mümkündür. Olduqca maraqlıdır. Könlümü dindir. Balıq tutmağa məni belə yerə gətirməyin, aparın, boş gölə, deyin ki, orada balıq tut. Burada bu boyda balıq var, uduçka yoxdur. Xahiş olunur, balıqlara daş atmayın. Gör indi buradakı cəmaət nə qədər qəddarlıq eləyib ki bunlara. Bu balıqlara yazıqlar yazıb bu boyda yapışdırıblar. Dəhşət. Sən balıq yemirsən, mən səni balıq yeyən kimi tanıyıram. Çox sağ olun əziz tamaşaçılar. Təşəkkür edirəm məni bu alqışlara layiq bildiyiniz üçün. Mən bir daha söz verirəm ki, sizin görüşünüzə gələcəm. Vaxt gələcək, bu arzu olaraq qalmayacaq. Bunlar real olacaq. Real. Hanı tamaşaçılar? Gəncənin Hacıkənd qəsəbəsi, burada yaşayış məntəqəsi 1870-ci illərdə salınıb və biz hazırda ora yollanırıq. Hacıkənd haqqında danışmaq həm çox asandır, həm də ki, çox çətin. Asandır ona görə ki, bura çox gözəl və zəngindir. Çətindir ona görə ki, buranın bu gözəlliyini və zənginliyini bir-iki cümləyə sığışdırıb söyləmək olduqca müşkül məsələdir. Hələ yiyin görək dadı xoşunuza gəlir yoxsa yox. Deyirsən ya, bu ilə doyuram mən bir dənə ilə. Yox, doyan oxşamsız. Mən niyə sual verirsiniz ki, bir bəsdir? Onda qoy pişirir. Həqiqətən çox möhtəşəmdir, əllərinizə sağlıq. Amma çox üstü olur ya. Ocaqda pişir də. Siz açın. Zəhmət olmasın. Mən göyərçisini və şorunu özüm vuracam. Çox möhtəşəmdir. Kamal, sənə də verəcəm, narahat olma. Bəhruz, nə məsləhət görsən, səhər üçün
saxlayaq. Bir dənə səhər üçün aparaq. Mənim digər həmkarım Səhər Xəzəngül xala. Deməli, bilmirəm baxmısınız yoxsa yox. Nəinki baxmamış olmazsınız. O həmən rayonun bütün abidələrini çəkir. Qədimi abidələrini, tarixi muzeylərini çəkir. Mən isə yalnız mətbəxlə məşğulam. İndi sizdən xahiş eləyərdim. Daha uşaqlar hamısı xahiş edir ki, bir dənə də, təkcə bir dənə kəti onun üçün pişirərsiniz. Siz boyun görün pişirin. Bu bəlkə bunu səhər üçün pişirir. Hə? Nə istəyirsiniz? Səki sən Kamal. Səhər bax sənə üçündür. Ala Səhər. Hə, ala. Bəslidir, bəslidir. Ay, Səhər xoşlayır, göyərtin xoşlayır. Səhər ürəyi gedir, göyərti görəndə Allah Allah. Elə bir bu qız kabab gördü, elə bir kartoşka ilə toyuq qızarması. Ala. Bax şor Səhər. Ala, yeyərsən. Ala. Ye. Noşu canın olsun. Əllərimi yumuşdum mən bayaq ay Bəhruz. Yadımdan çıxır. Bük Xəzəngül xala. Bu Səhərindir. Təmiz havası və gözəl təbiəti. Bura vurulmamaq mümkün deyil. Gələn turistləri də elə bu cəlb eləyir. Və iş orasındadır ki, irəliyə getdikcə təbiətin gözəlliyi insanı özünə daha da valeh eləyir. Buranın havanın təmizliyinə, havadakı bu ətrə bir baxın, çox gözəldir. Qızıl payız çox da uzaqda deyil. Dedilər ki, payızda bura o qədər gözəl olur ki, bu əvvəlsiz gözəlliyi sözlə ifadə etmək mümkün olmur. Gəldik, çatdıq Göygöl Milli Parkına. Gəncədən çox da uzaq deyil. Siz də gəlin, siz də görün. Buranın gözəlliyi haqqında isə mən heç nə danışmayacağım. Özünüz baxın. Ay aman, nə yamansan, sənə heyran olmuşam. Ay aman, can alansan, sənə qurban olmuşam. Bəxtimindən ulduzu, göy göl, göy göl, bəxtimindən ulduzu. Ay aman, nə yamansan, sənə heyran olmuşam. Ay aman, can alansan, sənə qurban olmuşam. Qaraqaş, qaragöz, göy göy gözəli, Azərbaycan ceyranı. Qaraqaş, qaragöz, göy göy gözəli, Azərbaycan ceyranı. Hə, Xəzəngül xala tapşırdı mən ki, gəlin buradan. Çox rahat var, odunlar da var. Allah hər bir şəraiti yetirib biz üçün. Valla mən sizə bir söz deyim. Gəncəyə gələndə restorana da gedin, o heç öz qaydasında. Amma təbiətin qoynunda odun, təndir, bunun yerinə Allah haqqı restoranlar vermir. Xəzəngül xala gətirdim. Dedin, o səhərin, nədir o? Kətəsi pişmir. Gətirdim. Gətirdin, onda pişər. Pişər. Bizdə çoxdur bu səhər üçün, amma eybi yox. Daha indi burada operatorumuz da xahiş elədi məndən. Prodüserimiz Emin qardaşım da məndən xahiş elədi ki, də səhər. Mən ancaq xahişlə, belə.
Yaxşıdır da bu. Sabaha sönər. Həzənxar, düzündün. Qırmadınız amma ət çox uzaqdadır, bilirəm. Xeyr. Amma Gətirim. gətirsiniz də. Yəni qırmadınız da mən. Deyirəm qırmadınız, mən düz xeyr. Rəxsə niyə qırıram ki? Qadan alaram ha. O budur. Rayon əhlinin səmimiliyi, mehribançılığı budur. Kamal, hara çəkirsən o səhərin qutabını? Məni çək də danışıram axı. Yağlıyım yoxsa belə? İndi mən olsun? ət nədir? Bir dənə deyin mənə. Qoyun ətimiz də var, dan ətimiz də var. İkisindən də. Qarın qursaq olmur. Yox, qarın olub pişir. Yox. Hə. Olmaz. Yalnız qoyun, hə və Bir də dana. Səhərin kətəsi yandı. Səhərin kətəsi yandı. Ay xəzəngül, bu yağ yapışıb bura, yoxsa özünüz belə eləmisiniz? Yapışıb. Mən bu ilə görmüşəm ki, divar kraskalırlar, nə bilim dəmir kraskalırlar. Bu kətəni niyə kislə belə yağlayırsınız ki, qurban olsun sizə? Bunu bir tərəf olmur da, hə? Yox, iki tərəf. Budur, Kamal. Bunu sənin üçün eləyəm, Kamal. Gör nə təəssürdür, qardaşım. Səhər indi bu dəqiqə əlini sürtür tarixi abidələrə. Məndəki ikisini. Biz heç bilirsiniz kimin evindəyik? Azərbaycanın əməkdar rəssamı Şaiq Məmmədovun evində. Birazdan o gələcək. O gələnə qədər semestrin buradakı əşyalarla tanış olun. Bilirsiniz bunların hamısı gümüşdəndir. Bunu o vaxtlar məclisə gecikənlərə cəza olsun deyə çizirdilər bu oyunun içində. Bədii işləmə. Bədii işləmə deyəndə nəyi nəzərdə tuturlar? Ümumiyyətlə rəssamlığın bütün sahələri bədii fənlər silsiləsinə daxildir. Bizim məşğul olduğumuz fən sənətdə bədii metal işləmədir. Yəni rəssamlığın bir növüdür bu da. Amma metalın üstünə işləyirsiniz bu rəsmləri. İndi mən həm də qrafika işləyirəm, qrafik rəssamam, həm metal üzrə rəssamam. Və bundan əlavə də bax bu gördüyünüz burada nə qədər ki bədii metal işləmə işləri var. Bunu təkcə bədii metal işləməni bilməklə ərsəyə gətirmək mümkündür. Çünki burada bir neçə sənətin sintezi var. Məsələn, bax burada gördüyünüz bu artıq toxuculuq. Bəli. Bunu bilməlisən ki, bunu toxuyasan, bunu bilməsən aydın. Amma çox maraqlıdır, doğrudan da. Sonra bunun özü, bu bilirsiniz ki, sapan uzaq məsafəyə daş atmaq üçündür. Belə qorxuda deyil, keçini qoydu sapanda, atdı düşmənə. Həmin sapan, məsələn, bunu burada toxuma qaydaları var. Bax, buna deyirlər ilan yolu. Bunu xalçaçılar bilirlər, toxunuşlar. Sonra bax, bunun özünün görürsünüz, kilim kimi toxunur. Bəli. Toxuculuğu bilməsən, Çox sərt toxunuşu var. Sonra bax, burada gördüyünüz kimi, Bu çox xoşuma gəldi mənim. burada görürsünüz, təsbih düzəldir. Bu artıq bədii metal işləmədən çıxır. Sümük bəndlik sənətinə gedir, çıxır artıq burada. Sümükdən, buyruqdan hazır. Və yaxud da bax, bu bıçağı görürsünüz. Burada həmin sümükdən istifadə olunur, həmin gümüşdən. Nə sümüydü bu? Bu xaşın, dananın, körpə dananın qılça sümüydür, xaş pişiriləndə ondan hazırlanır. Yəni sümük bəndlik sənətini də burada bilməlisən ki, onları İstifadə eləyə biləsən. Və yaxud burada gördüyünüz kimi qadın bəzək sinəbənd. Bu sinəbəndin özündə görürsünüz,
Gümüşdən çox sümükdən istifadə olunur. Bəli. Nə sümüydü burada? Bu da mal sümüyüdür. Dana sümüyü. Bəs siz hardan öyrənmisiniz bu sənəti? Ümumiyyətlə mən orta məktəbdə oxuyandan rəssamlığa meylim olub. Oxuduğum məktəbin bütün rəssamlıq işlərini mən görürdüm. Sonra da getdim bədii qrafika fakültəsinə daxil oldum. O da rəssamlığın bir növüdür. Və tədricən gərək bu qanda ola da, yavaş-yavaş hardasa 89-cu ilə qədər mən Respublika sərgilərində bədii qrafika ilə iştirak etmişəm. Bədii metal işləməni. 89-cu ildən sonra paralel olaraq başladım metal işləmə sənətində məşğul olmağa. Mənim bir sənət dostum var, o da o sənətlə məşğul olurdu, o məndən də qabaq başlamışdı. Elə əl-ələ verdik, bir yerdə başladıq işləməyə. İndi artıq maşallah olsun, tələbələrimiz var, bir neçə metal. Yəni maraq göstərənlər var da bu sənətə? Maraq göstərənlər var. Neçə tələbəniz var? Çoxdur tələbəm, ancaq içərisində ümid verici hal-hazırda Qazax şəhərindən bir nəfər Qafır adında tələbəm var. Çox gözəl işlər edir artıq. Və onu da deyim ki, indi bu məsafədən təhsil moda minib. Elə onunla demək olar ki, mən məsafədən məşğul olmuşam. Buradan Qazax. Onlayn şəkildə. Onlayn şəkildə. Və sonra da gəlib bir neçə dəfə indi qəşəng artıq işlər edir. Sonra bir şey də deyim ki, metal işləmənin burada bir çox növləri, silasazlıq var burada, gümüşbəndlik var burada, zərgərlik var burada. Yəni tək bir sahəsidir. Gərək bunların hamısını biləsən ki, Əlbəttə. bunları ərsəyə gətirə biləsən. Məsələn, bu gördüyünüz iş artıq burada boynuzdan istifadə olunub, camış boynuzundan. Boynuzunda xüsusiyyətlərini gərək biləsən ki, onu bu şəkildə işləyə biləsən. Gətirib çıxarda biləsən. Mənim üçün maraqlı olan burada bıçaqların üstündə olsun və yaxud da qolbaqların üstündə olsun, işlənilən naxışların xüsusi bir mənası var və yaxud da sadəcə sizin belə deyək, xəyalınızın, təfəkkürünüzün. Deyim sizə, bəzən sual verirlər ki, bəs işlərin üstündə ad yazırsanmı? Bəli, bilinir yəni. Bu möhür, ustanın möhrü. Ona görə deyim ki, hər bir xalqın özünün milli ornamentləri var. Mən götürüb burada Rus ornamentlərindən istifadə eləsəm, ərəb xalqlarının ornamentlərindən. Sözsüz, rahatlıqla uğurlana bilər. İstər uğurlanmaqdan əlavə də sabah mübahisə doğura bilər ki, bu yox, bu Azərbaycana məxsus deyil. Millilikdən bu çıxacaq. Ona görə də bütün burada gördüyünüz ornament elementləri hamısı bizim milli ornamentlərimizdir. Bu tadı, tovuz quşudur, dəhrə burnudur, güllərin stilizə olunmuş formalarıdır, çiçəklər, bunlar hamısı milli Azərbaycan naxışlarıdır. Təşəkkür edirik sizə, var olasınız, əliniz, qolunuz var olsun, daima belə yaşayasınız, yaradasınız bu gözəllikləri və bizim bu dəyərimizi, sənətimizi daima inkişaf elətdirəsiniz. Sağ olun, əziyyət çəkibsiniz, zəhmət çəkibsiniz. Xoş idi sizinlə söhbət olmaq. Gəncəyə gəlib Gəncə xanı, Cavad xanın türbəsini ziyarət etmədinsə, elə bir evə qonaq gedib ev sahibinə salam vermədin. Bax, bu qədər müqəddəsdir bu yer. Gəncənin mərkəzidir, hər mənada. İlk növbədə ona görə ki, burada Azərbaycanın ən qüdrətli, ən səxavətli və ən mərd sərkərdələrindən biri olan Cavad xan türbəsi yerləşir.
fəktı da nəzərinizə çatdırım. Cavad xanın məzarı burada təsadüfən tapılır. SSR vaxtı burada qazıntı işləri aparılan zaman ekskavator nəyəsə ilişir və təcili surətdə qazıntılar dayandırılır. Nəhayət, 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məzarın üstündə xana layiq türbə inşa edilərək Cavad xanın xatirəsi əbədiləşdirilir. Türbəsinin yerləşdiyi bu ərazi bura gələn turistlər üçün bir kompleksdir. Bu çökük hamamı görənlər isə mütləq ki, onun tarixi ilə də maraqlanırlar. Enli yollar, abad məhəllə. Bunların hamısı Gəncənin gözəlliyinə gözəllik qatır. Amma bu gözəlliyi daha da gözəl edən bilirsiniz nədir? Cavad xan küçəsi. Gəncənin şah damarı hesab olunur. Niyə? Çünki əsas küçədir. Ən geniş, ən uzun və ilk salınan küçə. Əvəzsizdir, çox gözəldir. Gəncənin Şah Abbas məscidi şah kimi yüksəlir. Həm gözəldir, həm də əzəmətli. Bu məscidin tarixi çox keşməkeşli olub. Biz hələ bu barədə danışacağıq. Gəncənin mərkəzində yerləşən və xalq arasında Cümə məscidi kimi tanınan möhtəşəm məbəd 17-ci əsr Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas məscidi 1606-cı ildə inşa edilib. Şah Abbas məscidi yumurta ağı ilə, gil əhəngi qarışığı və bişmiş qırmızı kərpiçdən tikilib. 1776-cı ildə məscidin binasının qarşısında əlavə 2 minarə tikilib. 1920-ci ildə erməni daşnaqları və bolşeviklər tərəfindən şəhərə və ətrafa atılan mərmilərin təsirindən məscidin minarələrindən biri əyilib. Bünövrəsi möhkəm olduğundan əyilmiş minarə günümüzə qədər gəlib çıxa bilib. 2008-ci ildə Prezident İlham Əliyevin şəxsi göstərişi ilə Heydər Əliyev Fondu hesabına Şah Abbas məscidində əsaslı bərpa işləri aparılıb. Açın, siz açın, mən eləyəndə yapışır. Amma əti, sağ olsun Xəzangül xala, məni qırmadı. Mənim ürəyim gedir ət yeməkləri üçün. 12 dənə göyərti pişirmişsiniz, mən hamısını uşaqlara verəcəm. Operatorumuzdur, rejissorumuzdur, sürücümüzdür, haradadır? Prodüserimizdir. Onlara verəcəm. Ət bir dənədir, mənim dostlarım. Ət bir dənə, xahiş edirəm, dava eləmin oldu. Xeyr, bölmürük. Aha. Deməli, Xəzangül xala, eyni bildiyimiz kimi göyərti ilə. O qaydada, hə.
Amma bu özüm üçün pişəcək deyənə biraz çox qoyuram. Çox möhtəşəm oldu, hörmətli tamaşaçılar. Bizim ət qutabımız da pişdi. Mən indi onun dadına baxacağam. Sizinlə artıq sağollaşıram. Sabah yenə də eyni vaxtda, eyni məkanda mən səhərlə sizin görüşünüzə gələcəm. Sağ olun, salamat qalın. Bibi, sağollaş bizim tamaşaçılarımızla. Çox sağ ol hər şeyə görə. Sağ olun. Allah razı olsun sizdən də. Gəldiyinizə görə çox sağ olun. Görürsünüz nə qədər dəyişiklik oldu. Salamlaşmada salam, sağollaşmada bibi maşallah dayanmırdı. Hələlik deyirəm, Allaha əmanət olun. Çox sağ olun. Sağ olun. Gəzdim və çox yoruldum. Gəncədə gecələmək üçün, qalmaq üçün istənilən qiymətdə otellər tapa bilərsiniz. İstər adi otellər, istəyirsə də 5 ulduzlu. Evlər də var burada qalmaq üçün. Çox münasib qiyməti və şəraiti də əladır. Amma mən bu dəfə oteldə qalacağam. Çox təəssüf hissi ilə Gəncədən ayrılırlar. Niyə, nə olub? Bax, 10 dənə barmağım var, Hə. düzdürmü? 2 dənə də əlim var. Hə. İnan Gəncənin təamlarını yemək üçün, dadmaq üçün çox azlıq eləyir bu 10 dənə barmaq, 2 dənə əl. Açığın deyim, mən də elə onu deyəcəkdim. Kaş ki, Gəncədə 2 günüm daha artıq olsaydı, 2 gün daha artıq gəzə bilsəydim, çəkə bilsəydim. Amma onu da deyim ki, 2 gündə azlıq eləyərdi. Çünki Gəncə o qədər böyük və gözəldir ki, onu çəkib göstərmək üçün aylar, bəlkə də illər lazımdır. Mən yeməkdən danışıram, Hə. sən gəzməkdən. İndi görürsən mən nələr çəkirəm. Görürəm. İnan, sənə bir sual verim. Ver. Hansı rayona gedəndə indən belə mənim üçün Gəncə kətəsi bişirib gətirəcəklər? Heç bilmirəm. Hansı bir rayona gedəndə mənim üçün Gəncə doyğası gətirəcəklər? Gətirməyəcəklər Kəbir. Ay, sağ ol, gətir. Kəbir, mən sənə bir söz deyim. De. Demək, insan ağaca bənzəyir. Onun yetişdiyi torpaq, havası, suyu çox böyük bir rol oynayır. Mən bunu burada, Gəncədə öyrəndim. Səhərlə mən belə qərara gəldik ki, Gəncə şəhərinə yenidən istart. İnandırım sizə, siz də Gəncə şəhərinə gəldikdə, inanın ki, ikinci dəfə, üçüncü dəfə, hətta dördüncü dəfə də gəlmək istəyəcəksiniz. Biz də gəzməyə davam edirik, çünki vətən o qədər böyük və gözəldir ki, onu gəzib bitirmək üçün dayanmaq olmaz. Azmağa bax. Nə olub ki o? Dən Gəncənin suyu saat düşüb ha. Harda içdin suyu? Deyir, orada içdim ona. Yaxşı.